Hamıya salam, siz Invest Akademiya kanalındasınız. Bank icmallarını davam edirik. Bugünkü qonağımız Azərbaycan ən məşhur banklarından biri olan Bank of Baku'dur. Bu icmalda biz mikrokreditlərin sayəsində tanınan bankın təqdim etdiyi xidmətləri inceləyəcək, müsbət və mənfi məqamları qeyd edəcək və sonuçda sizə bankdan rəyimizi bildirəcək. Həmçinin bankın üstünlükləri və müştəri şikayətlərini də nəzərdən keçirəcək. Rahat əyləşin və biz başlayırıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. 1994-cü ildə təsis edilən Bank of Baku Azərbaycanın bank sektorunda önəmli yerlərdən birini tutur və əsasən pərakəndə bankçılıq xidmətlərinə fokuslanır. Bank istehlak kreditləri, kredit kartları, əmanət məhsulları və digər maliyyə xidmətləri təklif edərək müxtəlif müştəri ehtiyaclarını qarşılamağa çalışır. Maliyyə dayanıqlığı və reytinqlərdən başlayaq. 2013-cü ildə Moody's Investors Service Rating Agentliyi Bank of Baku'nun uzun müddətli kredit reytingini B2-dən B1-ə yüksəltdi. Bu qərar bankın 2012-ci il üzrə audit aparılmış maliyyə hesabatlarına və 2013-cü ilin noyabr ayına qədər olan qeyri-audit edilmiş hesablarına əsaslanırdı. Qeyd edək ki, maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanmışdır. Bu reyting bankın maliyyə dayanıqlığını və fəaliyyətinin yaxşılaşdığını göstərir. Əməkdaşların rəylərini nəzər keçirək. Bankın daxili mühiti və iş şəraiti ilə bağlı rəy bildirmək üçün əməkdaşların fikirləri vacibdir. Glassdoor platformasının verilən rəylərə əsasən, Bank of Baku təxminən 1-2 il əvvəl 5 üzərindən 3,3 ümumi reytinqə sahib idi. 16 anonim rəy nəticələrinə görə əməkdaşların 73%-i bankda işləməyə dostlarına tövsiyə edərdi. 32%-i bankın gələcəyi ilə bağlı pozitiv düşünürdü. Lakin qeyd etmək lazımdır ki, bu reytinq əvvəlki 12 ay ərzində 6% azalmışdır. Müştəri xidmətləri və innovasiyaları təhlillə keçək. Bank of Baku müştərilərin təcrübəsini daha da yaxşılaşdırmaq üçün davamlı innovasiyalara diqqət ayırır. Bank Bolkart kredit kartı kimi məhsulları təklif edərək elastik ödəniş imkanları və bonuslar təqdim edir. Bundan əlavə dövlət qulluqçuları və təqaüdçülər üçün xüsusi kredit təklifləri də mövcuddur. Bu da bankın müxtəlif müştəri qruplarına yönəldiyini göstərir. İctimai fəaliyyət və sosial məsuliyyət. Bank of Baku yalnız maliyyə xidmətləri göstərməkdə kifayətlənmir, həm də cəmiyyətə sosial dəstək və layihələr ilə töhfə verir. Məsələn, 2024-cü ilin noyabr ayında bank məktəblilər üçün ətraf mühitə həsr olunmuş aksiya təşkil etməyərək ekoloji problemləri diqqətə çəkməyə çalışmışdır. Müştəri şikayətləri. 2024-cü ilin may ayında yayımlanan bir xəbərə görə müştərilər Bank of Baku'dan narazılıq ifadə ediblər. Onlar kart hesabının heç bir səbəb olmadan mənfi balans göstərdiyi və bu vəziyyətdən artıq ikinci dəfədə baş verdiyini bildiriblər. Bu cür hallar müştərilərin bankın texniki sistemlərinə və müştəri xidmətlərinə olan etibarını sarsıda bilər. Azərbaycan Mərkəzi Bankının Bank of Baku ilə bağlı xüsusi reytinqi məlumatları açıq mənbələrdə məhduddur. Lakin bankın ümumi maliyyə göstəriciləri və müştəri rəyləri nəzərə aldıqda xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətinin yüksədilməsi üçün əlavə tədbirlərin görülməsi vacibdir. Keçək nəticəyə. Bank of Baku Azərbaycanın bank sektorunda əhəmiyyətli mövqeyə malik olsa da, müştəri şikayətləri və bəzi aşağı reytinqlər bankın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti sayəsində inkişafa ehtiyacını göstərir. Müştəri rəylərinə daha çox diqqət yetirilsə və xidmətlərini təkmilləşdirilsə, bank etibarını və bazardakı mövqeyini gücləndirə bilər. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə,
biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Bugünlük isə bu qədər. Videonu bəyənin və kanalımıza abunə olun. Növbəti hansı bankın icmalını görmək istədiyinizsə rəylərdə qeyd edin və biz mütləq bu barədə video hazırlayacağıq. Bizi Instagramda izləməyi unutmayın. Orada daimi investisiya xəbərləri və qısa informativ videolar dərc olunur. Əgər təcrübəli investorlarla fikir mübadiləsi aparmaq istəyirsinizsə, Telegramda olan investorlar klubuna qoşulun. Bizi izləməkdə davam edin. Hamınıza uğurlu investisiyalar. Sağ olun.